Əziz dinləyicilər, hörmətli müəllimlərimiz, dəyərli şagird yoldaşlar. Gələcəyin işığı FM-dən Lənkəran rayonu Yuxarı Nüvədi Kənd-Tam Orta Məktəbindən sizə salamlar, uğurlar diləyirəm. Mən Aya Məmmədova 9-cu sinif şagirdi və bugünkü efemimizin aparıcısı sizinlə birlikdəyəm. Bugünümüzün mövzusu 20 oktyabr Zəngilanın işğaldan azad edildiyi gündür. Bu möhtəşəm günün tarixi, mənəvi əhəmiyyəti, verdiyi ümid və gələcəyə baxışı sizinlə paylaşacağım. 2020-ci il oktyabrın 20-si Azərbaycanın hərb və dövlətçilik tarixində unudulmaz bir səhifədir. O gün Prezident İlham Əliyev xalqa müraciətində bildirdi ki, Zəngilan rayonu eyni zamanda Havalı, Zərnəli, Məhəmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri işğaldan azad edilmişdir. Bu xəbər yalnız coğrafi sərhədlərin yenidən müəyyənləşdirilməsi deyildir. Bu, 27 il davam edən didərginlik, həsrət və vətən qurşağında çəkilən ağrının sonu idi. Zəngilan rayonu 1993-cü ilin oktyabrında işğala məruz qalmışdır və uzun illər ərzində düşmən qüvvələrinin nəzarətində qalmışdır. 27 il boyunca ora doğma ocağına dönməyi gözləyənlər, sürgün həyatı yaşayanlar, gələcəyin nə qədər uzaq olduğunu düşünənlər çox oldu. Lakin 2020-ci ilin 20 oktyabrı həmin qəlblərdəki həsrətə qələm çəkdi. Zəfər tarixini yenidən yazdı, gələcəyə inamı dirçəldən an oldu. Bu günlərdə biz yalnız coğrafiyanı geri qaytarmadıq. Biz milli kimliyimizi, gələcəyimizin taleyini, ruhumuzun azadlığını da bərpa etdik. O gün Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 20 oktyabr Zəngilan şəhəri günü kimi qeyd edilməyə başladı. Beləliklə, hər il bu tarix yalnız tarixlikdən qalmaz, həm də bayram, ilham və xatirə günü olur. Azadlıq savaşı yalnız top tüfənglə yox, insan ruhunun iradəsi ilə qazanılır. Zəngilan uğrunda gedən döyüşlərdə şəhidlərin qanı, qazilərin şücaəti təkcə cəhbə yanında deyil, daxilində də əzm və fədakarlıq örnəyi oldu. 2020-ci ildən sonra Zəngilanın azad olunmasına görə medalı təsis olundu və çoxsaylı hərbi qulluqçular bu medalla təltif olundular. Bu medallar yalnız metal lövhə ilə deyil, qəhrəmanların adlarının, ruhlarının bir parçasıdır. Günümüzdə biz o şəhidlərin və qazilərin adlarını yüksək ehtiramla yad edirik. Onların bizə mirası yalnız torpaq deyil, gələcəyin qorunması, azadlıq şuuru, milli ləyaqətdir. Həmçinin döyüşlərdə iştirak edən gənc və yaşlı yüzlərlə insan, könüllülər, məktəbli şagirdlər də bu tarixə öz adını yazdı. Bu adlar silinməz qalacaq. Zəngilanın azad edilməsində təkcə ordu yox, döyüş zəmanətli birlik, xalq, dövlət, silahlı qüvvələr birlik təşkil etdi. Dövlət rəhbərliyindən tutmuş hərbi komandanlığa, kəşfiyyatdan logistikanın dəstəyi sistemlərinə qədər hər bir əlaqə möhkəm idi. Bu harmoniya yalnız döyüş meydanında qazanılmadı, həm də xalqın dəstəyindən, vətənpər ruhundan qaynaqlanırdı. Bu nümunə gələcək nəsillərə dərs edilir. Biz tək olduqda zəif ola bilərik, amma birlikdə olduqda heç bir güc bizi sarsıda bilməz. Bugünkü inkişaf bərpa quruculuq işləri də həmin birlik ruhunun davamıdır. Bərpa olunan yollar, tikilən məktəblər, yenidən qurulan evlər, bunlar sadəcə infrastruktur deyil, xalqın azadlıq ruhunun canı təzahürüdür. Tarix yalnız sənədlərdə deyil, rəqəmlərin dilində də danışır. Gəlin bu rəqəmlərin arxasında duran mənaları birlikdə öyrənik. 44 günlük vətən müharibəsi çərçivəsində Zəngilan və ətraf bölgələr işğaldan azad edildi. Zəngilanın azad olunması ilə bir şəhər, 4 qəsəbə və 49 kənd işğaldan təmizləndi. Orduya təqdim edilən medallardan yüzlərlə hərbi qulluqçu Zəngilanın azad olunmasına görə medalı ilə təltif olundu. Azad olunan bölgələrdə sərhəd nəzarəti bərpa edildi. 132 km İranla sərhəd dövlət nəzarətinə qaytarıldı.
İşğaldan sonra başlanmış bərpa quruculuq layihələrinin miqyası çoxşaxəlidir. Kəndlər yenidən tikilir, sosial obyektlər açılır, infrastrukturlar yenilənir. Bu rəqəmlər təkcə say deyil, onlar qələbənin, zəhmətin, birlik ruhunun izidir. Doğma Zəngilan kəndlərindən birindən olan bir ailə düşünün. 27 il müddətində onlar doğma evlərini tərk edərək müxtəlif yerlərdə məskunlaşıblar. Qış soyuğunda, yay günəşində, ümumi məktəbin divarlarında yazılmış gələcəyə iman şeirini çıldayaraq keçmiş günlərini xatırlayırlar. Uşaq, gənc, yaşlı hər biri torpağa, ana zəmini geri qaytarmağa can atır. Və nəhayət 2020-ci ilin oktyabr günü gəldi. Ailə üzvləri birlikdə qulaq kəsildilər. Televizorda, radioda müjdə xəbəri eşitmək istədilər. Sonda Zəngilan rayonunun işğaldan azad edildiyi xəbərini aldılar. Gözlərində sevinç, qulaqlarında millətimizin bayrağı dalğalanan anı canlandı. Evlər, məhəllələr, tanış yollar, hər şey yenidən dirçəldi. Şükürlər, torpaq nəhayət özgə qorxusundan azad oldu. Bu kiçik hekayə ümumi taleyin parçasıdır. Hər bir məcburi köçkün ailəsinin ümid dolu sabah arzusu, hər bir göz yaşının sevincə çevrilməsi məhz 20 oktyabrın mənasını tamamlayır. İşğaldan azad edilmiş bölgələrdə bərpa və quruculuq prosesi intensiv sürətdə gedir. Ağalı kəndində pilot ağıllı kənd layihəsi həyata keçirilib. Evlər inşa olunur, evlərə elektrik, su və digər kommunal xidmətlər təmin edilir. Məscidin, məktəbin və sosial infrastrukturların yenidən tikilməsi prosesi sürətlə davam edir. Bundan başqa Zəngilanda beynəlxalq hava limanının inşası planlaşdırılır və nəqliyyat layihələri Horadiz, Zəngilan, Ağbənd yolu, Zəngəzur dəhlizi regionun strateji inkişafını təmin edəcəkdir. Bu layihələr yalnız tikinti işləri deyil, gələcək nəqliyyat, iqtisadi əlaqələr və regional inteqrasiyanın açarıdır. Azad olunan ərazilərdə əsas prioritetlərin biri isə təhsilin, səviyyənin və sosial xidmətlərin yenidən canlandırılmasıdır. Məktəblərin yenidən tikilməsi, müəllimlərin cəlb olunması, tibbi müəssisələrin fəaliyyətə başlanması çox önəmlidir. Bu sahələrdə atılan addımlar gələcək nəsillərin inkişafını təmin edəcək zəminlərdir. Siz bu məktəbin gənc tələbələri 20 oktyabr tarixinin daşıyıcılarsınız. Sizə düşən missiya böyükdür. Bu zəfərin ruhunu qoruyub gələcəyə ötürmək, elmə, biliyə, vətənə bağlılığı formalaşmaq, öz bacarıq və qabiliyyətlərinizlə torpağımızı daha da ucaltdırmaqdır. İnanıram ki, sizin nəsil Zəngilan torpağında məktəblər açacaq, müzeylər quracaq, kəndlərimizi yenidən abadlaşdıracaqdır və azad torpaqlarda sevinç və bilik dolu gələcək üçün zəmin hazırlayacaqdır. 20 oktyabr yalnız tarixi bir gün deyil, gələcəyə yönəlmiş bir çağırışdır. Biz bugün ümidi diri saxlamalıyıq. Çünki hər bir gəncimizin fəaliyyəti gələcəyin sərhədlərini müəyyən edəcək. Vətən bağlılığını gücləndirməliyik. Torpaq hissi, milli kimlik bugün və sabah üçün bizə güc verəcək. Elm və bilikdə sabahlanmalıyıq. Müasir dünyanın tələbi budur. Elm gücü hər istilaçıya qalib gəlir. Hər birimizin bir nümunə olmalıyıq. Vicdanlı insan, çalışqan vətəndaş, düşüncəli lider olmağa çalışmalıyıq. Sizə məktəb yoldaşlarım, gələcəyin sahibkarları və yaradıcıları, demək istəyirəm ki, hədəflərinizi böyük tutun, elmdə uğur qazanın, dünyanı tanıyın, dil bilin, texnologiyalarla ayaqlaşın, həmçinin şəxsi vətənpərvərlik ruhunuzu itirməyin. Bugün 20 oktyabr Zəngilanın işğaldan azad olunduğu gün, yalnız tarixlərdə qalmayan, ruhunuzda dərin iz qoyan gündür. O günkü qələbə yalnız bir şəhərin azad edilməsi deyildi. O, xəyalların bərpası, ümidin yenidən doğması idi. Qəlblərimizdə yaşayan o ruh bizə yol göstərən nurdur. Dinlədiyiniz üçün sizlərə təşəkkür edirəm. Ümid edirəm ki, bu efir zehinlərinizdə dərin iz buraxacaq.
qəlbinizdə vətən sevgi və öyüd beşiyi olacaq. Gələcəkdə bu mövzular ətrafında daha çox söhbət edəcəyik. Şagird səsi kimi sizin hisslərinizi, suallarınızı da paylaşacağım. Gələcəyin işığı FM-dən, Yuxarı Nüvədi Kənd Tam Orta Məktəbindən mən Ayan Məmmədova sizlə sağollaşır, dinclik, uğur və ilham dolu günlər arzulayıram. Efirimiz buradadır. Səslərimiz birləşsin, ümidlərimiz ucalara davam etsin. Sizə böyük hörmətlə və dərin minnətdarlıqla çox sağ olun və gələcəkdə dolu yollar açıq olsun.